Respublikada hava şəraitinin kəskin dəyişəcəyinə dair xəbərdarlıq olunsa da, bu vaxtadək qarın yağmaması, şaxtanın olmaması mərkəzi Aran bölgəsində kənd təsərrüfatı bitkilərinə daha çox ziyan vurub. Ətraflı İmişli rayonundan hazırlanan sujetdə. Hava şəraitinin mülayim keçməsi Aran rayonlarında bağlara ciddi ziyan vurur. Bağbanlar deyirlər ki, qar şaxta olmayanda ağaclar qış yuxusuna gedə bilmir. Bu isə istirahət edə bilməyən ağacların yaz fəslinədək daha çox yorulmasına səbəb olur. Bununla yanaşı, ağac qabığında olan həşəratlar da inkişaf edərək çoxalır. Bütün bunlar isə məhsuldarlığın aşağı düşməsinə, bağçılığın geriləməsinə səbəb ola bilər. Mülayim hava şəraiti əkilən soğan və sarımsağa da mənfi təsir göstərir. Bu günləri torpağın üzünə çıxmamalıdır ki, yazda bunlar çıxıb inkişaf edib məhsul verməlidir. Amma bugün mən əkdiyim soğanda, sarımsaqda hamısı cücərib çıxıb, bunun gələcəkdə mən bundan məhsul gözləyə bilmirəm. Qarın yağmaması səbəbindən taxıl sahələrinə də ziyan dəyir. Mütəxəssislər bildirirlər ki, mülayim hava şəraitində həm taxıl tez inkişaf edir, həm də həşəratlar fəallaşır. Bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Keçən səhər deyirdim ki, məsələn, məhsuldarlıq 35, 37, 40 sentrə qədər. Əgər taxılçılıq belə geçsə, əgər qış belə geçsə, demək, mənə elə gəlir ki, zəif ola bilər. Mütəxəssislər onu da bildirirlər ki, qış fəslinin bundan sonraki dövründə hava şəraiti sərt keçsə, qar yağsa, bu kənd təsərrüfatı bitkilərinə müsbət təsir göstərər. Elnur İbrahimova, Aydın Yavərzadə, Mirəl Əkbər Hüseynov, İmişli.